Salam, hər vaxtınız xeyir olsun. Əziz kanal izləyiciləri və əziz 11-cilər. Bildiyimiz kimi bugün 6 aprel əvvəlki ilin məzunları üçün buraxılış imtahanı keçirildi və həmin imtahanda düşmüş riyaziyyat suallarının izahını sizinlə paylaşacağam. Başlayaq 61 nömrəli tapşırıqla. Yazıb ki, ABCD kvadratının təpələrindən çəkilmiş paralel düz xəttlər onun müstəvisinə paralel olan müstəvini uyğun olaraq A1, B1, C1 və D1 nöqtələrində kəsir. AB bərabərdir 4 cm olarsa bizdən A1 C1 parçasının uzunluğunu istəyir. Deməli buradan biz ABCD kvadratını çəksək, bu bizim ABCD kvadratı olsun və bunun təpələrindən ABCD kvadratı olsun. Bunun təpələrindən paralel düz xəttlər çəkilir. B təpəsindən belə bir paralel düz xətt, A təpəsindən belə bir paralel, D-dən belə və C-dən belə bir paralel düz xətt. Və burada belə bir müstəvi yaranır. ABCD kvadratının qarşısında. Belə bir müstəvi yaranır. Və deyir ki, bu A təpəsindən çəkilən paralel bunu A1-də, bu B1, burada C1, burada D1 nöqtəsində kəsir. Və bizdən A1, C1 parçasının uzunluğunu istəyir. Burada bir kub yaranır. Bunun tilləri 4, 4, 4 olduğuna görə bu kubun bu üzünün diaqonalını elə bil ki, bizdən soruşur da. Bu da kub olduğuna görə Pifaqorla geçsək, A1, C1 parçasının kvadratı bərabər olmalıdır 4-ün kvadratı plus 4-ün kvadratına. A1 C1'in kvadratı bərabər olur 32'yə. A1 C1 də bərabər olur kökdə 32. Yəni 4 kökdə 2. Cavabımız olur burada D variantı 4 kökdə 2 santimetr. Daha sonra 62-ci suala baxaq. 62-ci sualda yazıb ki, A-nın hansı ən kiçik qiymətində 205 AB ədədi 9-a qalıqsız bölünür. 9-a bölünmə əlaməti bilirik ki, ədədin rəqəmlərinin cəmi 9-a bölünməlidir. Ona görə yazarım 2 plus 0 plus 5 plus A plus B cəmi 9-a qalıqsız bölünməlidir. Bu da olur 7 üzərinə gəl A plus B 9-a bölünməlidir. Və məndən A-nın hansı ən kiçik qiymətini istəyir? Uşaqlar, burada A 0 olacaq, B də 2 olanda rəqəmləri cəmi 9 edir və 9-a qalıqsız bölünür. Cavab olur C variantı. 63 nömrəli tapşırığa baxaq. Yazıb ki, 2x plus y bərabərdir 5 cm olarsa, altıbucaqlının perimetrini tapın. Bilirik ki, altıbucaqlının perimetri bütün tərəflərin cəminə bərabər olur. Yəni burada bunun tərəfləri x, x, y, y, x və x-dir. Toplasaq perimetri bərabər olacaq 4x plus 2y-ə. Və mən buradan 2-ni mötərizə xaricində çıxaranda qalır 2 vurulsun 2x plus y. 2x plus y cəmini bizə 5 verdiklərinə görə 2 vur 5 cavabımız olur 10 cm B variantı. Davam edək 64 nömrəli tapşırıqdan. Yazıb ki, sinus 2x minus 3 bərabərdir 1 tənliyini həll edin. Bu trigonometri tənliklərlə bağlı sualdır və xüsusi haldır. Deməli, buradan 2x minus 3 bərabər olacaq. Bilirik ki, nə zaman 1-ə bərabər olur sinus? Pi bölünsün 2, pi bölünsün 2, plus 2 pi k-da. 2 pi k-da. Və buradan 2x minus 3 bərabər olur. Daha doğrusu mənfi 3-ü sağ tərəfə atsaq 2x bərabər olur. Bircə dəqiqə. Mənfi 3-ü sağ tərəfə atsaq buradan 2x bərabər olur. Pi bölünsün 2 plus 2 pi k və plus 3-ə. Hər tərəfin 2-yə bölsək, x-ə bərabər olacaq pi böl 4, üzərinə gəl pi k və üzərinə gəl 3 böl 2. Cavab olur burada B variantı. 64 nömrəli tapşırıqda cavabımız B variantıdır. 64-də cavab B variantı. Bəli. Daha sonra 65 nömrəli suala baxaq. Yazıb ki, sinus 41 dərəcə, vurulsun kosinus 11 dərəcə, çıxılsın kosinus 41 dərəcə, vurulsun sinus 11 dərəcə. Bu bilirik ki, biz toplama düsturlarına əsasən, trigonometri funksiyalar toplama düsturlarına əsasən, bu sinus 41 dərəcə, çıxılsın 11 dərəcənin açılışıdır. Bu da olur sinus 30 dərəcə. Sinus 30'da da bilirik ki, 2'də 1 aldığına görə cavab olur burada C variantı. 65'də cavab C variantı. 66-cı sual sadə sualdır. Çarpaz vursaq tənasüb kimi buradan M-in hasili bərabər olur 80-ə. Burada da cavab C variantı olmuş olur. Davam edək 67 nömrəli tapşırıqdan. Yazıb ki, ifadəni sadələşdirin. Sürətdə A kvadrat çıx 9-dur, məxrəcdə də 3A plus 9-dur. Sürətli vurğulara ayırsaq A minus 3, A plus 3 kimi vurğulara ayrılır kvadratlar fərqinin açılışına görə. Məxrəcə də 3-ü mötərizə xaricində çıxaranda olur 3 vurulsun A plus 3. A plus 3-ləri ixtisar aparandan sonra cavab qalır A minus 3 bölünsün 3. Yəni B variantı. 67-də cavab B. 68 nömrəli tapşırığa baxaq.
Elementlərin sayı bərabər olan A və B çoxluqları üçün n A kəsişmə B 6-dır və NB-ni istəyir bizdən. Əvvəlcə Eyler-Venn diaqramını çəksək, kəsişməsinə 6 element yazarıq və bizə deyir ki, B-nin A-dan fərqinin elementlərinin 5 misli bunların birləşməsinin elementlərinin sayının 2 mislinə bərabərdir. Məsələn, B-nin A-dan fərqinə x yazsam və buradan deyir ki, burada bir özümdən y yazım. Bu hissəyə də bir y yazım. Ümumi B-nin A-dan fərqinin elementlərinin sayıdır 5-ə vursaq, bərabər olacaq 2 vurulsun n A birləşmə B-yə. Birləşməsində bilirik ki, ümumi nə qədər element var? X plus y plus 6. Bunun 2 hasili bərabər olmalıdır nəyə? 5 dənə B-nin A-dan fərqinin elementlərinin sayına. B-nin A-dan fərqinə x yazmışam, bərabər olacaq 5x-ə. Vurub atsaq olacaq 2x plus 2y. Üzərindən gəl 12. Bərabər olur 5x-ə. Və buradan 2y plus 12 cəmini 3x-ə bərabər olduğunu tapırıq. 3x-ə bərabər olduğunu tapırıq. Və bizdən deyirdi ki, elementlərin sayı bərabərdir. Digər tərəfdən, yəni x plus 6 bərabər olmalıdır nəyə? Y plus 6-ya. Buradan alınır ki, x də elə y-ə bərabərmiş. X y-ə bərabərmiş. Gətirib burada y-in yenə x yazarıq. 2x plus 12 bərabər olmalıdır 3x-ə. X də bərabər olur 12-yə. Və indi bizdən B çoxluğunun elementlərinin sayını istəyir. B çoxluğunda ümumi x plus 6 element olduğuna görə cavab olur 18. 69-cu suala baxaq. Bərabərsizliyin ən böyük tam həllini tapın. Mənfi 3x böyükdür 9-dan. Hər tərəfi mənfi 3-ə bölsək olacaq x kiçikdir mənfi 3-dən. Çünki işarə də dəyişməlidir. Və bunun ən böyük tam həlli mənfi 4 olur. C variantı. 70-ci suala baxaq. Yazıb ki, K və L nöqtələri ABC üçbucağının uyğun olaraq BC və AC tərəflərinin orta nöqtələridir. Burada ortasıdır, burada orta nöqtələrdir. Və bizdən ştrixlənmiş hissənin sahəsi ABC-nin sahəsinin hansı hissəsi olduğunu soruşur. Ştrixlənmiş hissənin sahəsi ABC-nin sahəsinin hansı hissəsidir? Uşaqlar, indi buradan biz baxsaq, bura məsələn bir S desək, aydın məsələdir ki, burada S olmalıdır. Çünki baxın, AKC üçbucağında bu mediandır, SS olaraq ayıracaq və digər tərəfdən bura 2S-dirsə, baxın, ümumi ABC üçbucağına baxsaq, AK da mediandır. Bura 2S-dirsə, burada neçə olur? Burada 2S olmalıdır. Burada 2S olmalıdır. Ümumi SABC üçbucağının sahəsi bərabər olur nəyə? 4S-ə. S rənglənmiş, ştrixlənmiş üçbucağın sahəsi isə, yəni SAKL isə S-ə bərabərdir. Bunun hansı hissəsi olduğunu tapmaq üçün S böl 4S, bu da bərabər olur 4də 1 hissəsi. Cavab D variantıdır. Baxaq 71 nömrəli tapşırığa. Yazır ki, 5 üstü x plus 1 bərabərdir. Bu 5də 1-i mən 5 üstü mənfi 1 kimi yazaram və qüvvətində də x minus 2. Buradan 5 üstü x plus 1 bərabər olur 5 üstü qüvvət üstləri vurulur 2 çıx x-ə. Əsaslar eyni deyilənə qüvvət üstləri də bərabər olmalıdır 2 çıx x-ə. Və buradan 2x bərabər olur 1-ə. X-i də tapıram ki, 2də 1, yəni 0,5. Bizdən x-i tapın deyirdi. Cavab olur 71-ci sualda Y variantı. Davam edək 72 tapşırığına. Yazıb ki, Z kompleks ədədi üçün RZ bərabərdir 5-dir. İmZ isə bərabərdir mənfi 2 olarsa, bu kompleks ədədin qoşmasını tapın. Əvvəlcə gəlin bu kompleks ədədi yazaq. Həqiqi hissəsi 5-dir bunun. 5 çıxılsın 2 olacaq. Xəyali hissəsi də mənfi 2-dir. Buna qoşma olan kompleks ədəddə A plus 1 şəklində olan kompleks ədədin qoşması da bilirik ki, A minus 1 şəklində olur. Yəni 5 plus 2 cavab olur Y variantı. Davam edək indi 73 nömrəli tapşırığına. Tərəfləri ABC olan üçbucağın A və B tərəflərin qarşısında yerləşən bucaqlar, belə bir üçbucaq çəkək. Bunun tərəfləri A, B, C-dir. A və B tərəflərin qarşısında yerləşən bucaqlar uyğun olaraq A-nın qarşısında, yəni 62 dərəcədir. B-nin qarşısında 68 dərəcədir. 68 dərəcədir və C-nin qarşısında duran bucaq üstündə neçə dərəcə qalır? 68, 62, 130, 50 dərəcə olur. Və deyir ki, bu üç bucağın tərəfləri arasında hansı münasibət var? Bilirik ki, üç bucaqda böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında da kiçik tərəf durur. Ona görə də burada ən böyük bucaq qarşısında duran B tərəfi ən böyük olacaq, daha sonra A tərəfi və daha sonra da daha sonradan hansı olacaq? C tərəf. B böyükdür A-dan, o da böyükdür C-dən. A variantı olur cavabımız. 74-cü suala baxaq. Perimetrləri bərabər olan bərabər tərəfli üçbucaqla kvadratın tərəfləri uyğun olaraq x1 və x2-dir.
perimetrləri bərabər olan bərabər tərəfli üçbucaqlı kvadratın perimetr tərəfləri. Deməli, bərabər tərəfli üçbucaq və kvadratdan söhbət gedir. İndi bizə deyir ki, bunların perimetrləri bərabərdir. Bərabər tərəfli üçbucağın tərəfi x1-dir. Kvadratın tərəfi isə x2-dir. Bunların perimetrlərini bərabərləşdirsək, kvadratın perimetri olur 4x2 p kvadrat. Üçbucağın perimetri isə bərabər olur nəyə? 3 dənə x1-ə. Və bunlar birinə bərabərdir. Yəni 4x2 bərabər olmalıdır 3x1-ə. Və bizə belə bir kvadrat tənlik verilib. X kvadrat çıxılsın 21x üzərinə gəl 5a-7 bərabərdir 0 tənliyinin kökləri də deyir ki, x1 və x2 olarsa a-nı tapın. Şunlar biz Viet teoreminə görə bilirik ki, kökləri cəmi, yəni x1 plus x2 bərabər olmalıdır nəyə? 21-ə. Digər tərəfdən 4x2-nin 3 dənə x1-ə bərabər olduğunu bilirik. Yəni x2-yə biz 3k, x1-ə də biz 4k deyə bilərik. Toplayıb 21-ə bərabərləşdirərik. 3k plus 4k bərabər olar 21-ə, k-nı da 3 taparıq. Deməli, köklər olur 9 və 12. Və bizdən a-nı istəyir. Bu sərbəst əddir 5a-7. Sərbəst əd bilirik ki, Viet teoreminə görə kökləri h-sinə bərabər olur. Yəni 108 olacaq. Buradan 5a bərabər olur 115. A-nı da tapsaq cavab olur 23. 75-ci suala baxaq. Silindrin ox kəsiyi tərəfləri AB və AD olan düzbucaqlıdır. Bura 10-dur, AD də 12-dir. Bu silindrin həzmini tapın. Silindrin həzmi bilirik ki, silindrin həzm düsturu S oturacaq vurulsun H-dan hesablanır. Oturacağı dairədir, yəni pi r kvadrat vur H hesablanacaq. İndi oturacağının diametri 12 isə deməli radiusu nə qədərdir? 6-dır. Yazacağım, pi-ni də 3 verib. 3 vurulsun 6-nın kvadratı və vurulsun 10. Bu da olur cavabımız neçə? 30, bizə dəqiqə. Silindrin həcmi oturacağının sahəsi vur hündürlükdür. S oturacaq vurulsun. Burada səhv işarələmişəm. Bura 12-dir, bura 10-dur. Radiusu 5 olur. 3 vurulsun 5-in kvadratı vurulsun 12. Bu da bərabər olur 75 vurulsun 12. 75-i də 12-yə vursaq olacaq neçə? 150, 75. 900 olur. Deməli, bu silindrin həcmi olur 900. Cavab 900-dür burada. Davam edək 76-cı tapşırıqla. İfadənin qiymətini hesablayın. 5 üstü mənfi 2 vurulsun. 5-də 2 üstü mənfi 4 yazaram. 2 üstü mənfi 4 bölünsün. 5 üstü mənfi 4 kimi. Vurulsun 2 tam 2-də 1 üstü mənfi 3 də yazaram. 2 üstü mənfi 3 vurulsun. Sürətdə 5 olur da 5 üstü mənfi 3 şəklində. Sadələşdirsək 2 üstü mənfi 4 ilə 2 üstü mənfi 3 ixtisar getsə 2 üstü mənfi 4-ə bölsək burada 1 qalır. Burada da 2 qalır da. Böləndə qüvvət hissəsi çıxılır. Axı burada 2 qalır. Daha sonra 5 üstü mənfi 4 ilə də 5 üstü mənfi 3-ü 5 üstü mənfi 4-ə bölsək burada 1, burada 5 qalır. Və cavab olaraq olur. Sürətdə 5 üstü mənfi 2-ni 5-ə bölün 5 üstü mənfi 1 olur. Bölünsün. Məxrəcdə də neçə olur? 2. Bu da olur 1 böl 10. Yəni cavab 0,1-dir. 77-ci suala baxaq. Yazıb 2 loqaritm 20 əsasından 2. Üzərinə gəl loqaritm 20 əsasından 1. Vurulsun 2 loqaritm 20 əsasından 10. Çıxılsın loqaritm 20 əsasından 5. Deyir ki, bu ifadənin qiymətini hesablayın. Mən əvvəlcə birinci mötərizədə ifadəni həmin 2 loqaritm 20 əsasından 2-ni 2-ni gətirərəm qüvvət. Olacaq loqaritm 20 əsasından 2 üstü 2, yəni 4. Üzərinə gəl loqaritm 20 əsasından 5. Mötərizəni bağla vurulsun. Həmçinin ikinci mötərizədə bu 2-ni gətirəcəm qüvvətə. Qoy olsun loqaritm 20 əsasından 10-un kvadratı, yəni 100 çıxılsın loqaritm 20 əsasından 5. Və biz bilirik ki, bu cür toplamalarında aralarında əsaslar eyni olanda biz bunları vurma kimi yaza bilirik. Yəni loqaritm 20 əsasından 4 vur 5. Vurulsun. Çıxma olanda isə bölmə ilə əvəz edirik. Loqaritm 20 əsasından 100 böl 5 kimi yazarıq. Bu da bərabər olacaq loqaritm 20 əsasından 20 vurulsun loqaritm 20 əsasından 20. Bunların hər birinin cavabı 1 olur. 1 vur 1 cavab olur 1. 78-ci suala baxaq. Düzbucaqlının sahəsi budur, uzunluğu budur. Olarsa x-in ən kiçik tam qiymətini deyir tapın. X kvadrat çıx 7x plus 12-dir. X minus 3-ə bölək, o bir tərəfində tapaq. Sürət x minus 3 vurulsun x minus 4 şəklində vurullara ayrılır və bölünsün x minus 3. Bu da olur x minus 4. Deməli, o bir tərəfi də x minus 4'miş. İndi bizdən x-in ən kiçik tam qiymətini istəyir. Bilirik ki, x minus 4 tərəf heç vaxt mənfi ola bilməz. Yəni, 0-dan böyük olmalıdır mütləq. X 4-dən böyük olur. Bunun da ən kiçik tam qiyməti cavab olur 5. 78 nömrəli tapşırıqda cavabımız 5'dir.